Macar salam. Bugün bəlkə də həyatımızın ən qarışıq, ən həyəcanlı anından danışacağıq. İlk işimizi tapmağımızdan. Bir yandan bacararamı, bacara bilərəmmi qorxusu, bir yandan da nəhayət kimsə məni də işə götürdü. Həyəcanı, sevinci. Amma ən əsası odur ki, bu ilk başlanğıcı uğura biz necə çevirə bilərik? Bugün müzakirəmizi bu mövzuda aparacağıq. Qonaqlarımız HR Nərminə Quliyeva və təcrübəçi gənc Şəms Tarverdiyevadır. Xoş gəlmisiniz. Xoş gəldik. Mövzumuz ilk iş dilemmasıdır. İlk işi tapmaq, ilk işimizi tapanda çəkdiyimiz çətinliklər. Gəlin elə mövzunun başlanğıcını belə qoyduqsa Şəmslə başlayaq. İlk işinizi tapanda hansı çətinliklərlə qarşılaşmışdınız? Mən iyul ayında universiteti bitirmişəm və ondan bu tərəfə artıq vakansiyalara müraciət etməyə başlamışdım. Amma təcrübəm yox idi deyə təbii ki, kiçik mütəxəssis vakansiyalarına qəbul ola bilmirdim. Qərara gəldim ki, təcrübə proqramlarına müraciət edeyim və ilk işim artıq bitmə mərhələsindədir. Şəms maraqlıdır. Niyə iş tapmaq üçün universiteti bitirməyi gözləmisiniz? Yəni siz universitet həyatınızda da əslində nəsə kiçik də olsa təcrübələr qazana bilərdiniz, yox? 4-cü kursda əslində qərar verdim bu sahəyə yönəlməyə. Əslində ixtisasım deyildi. Könüllü təcrübələrim olmuşdu, lakin könüllülük təcrübə kimi sayılmır təəssüf ki. Orada qərar verdim ki, insan resurslarına yönəlim və artıq müraciət eləməyim gəldi yay aylarına təsadüf elədi. Artıq universiteti bitirmiş sayıldım. Yəni sizin qərarınız dəyişmişdi deyə əslində ilk işinizi bəli. tapmağınız biraz sizdə çətinlik yaratdı. Nərminə xanım, gənclərin ilk işini tapmasında hansı çətinliklərini siz müşahidə edirsiniz bir HR kimi? Gənclərin ilk iş tapması bayaq elə yolda gələndə buna bağlı statistik rəqəmlərə baxdım. Rəqəmlər göstərdi ki, 2024-cü ildə 13,7%, 15-24 yaş arası gənclərdə işsizlik var. Bu da gənclərin ilk işini tapmasındakı belə deyə faktı gerçəkləyir ki, yəni həqiqətən də var. Bu yəqin ki, ondan əlaqəlidir ki, ilk iş axtaran gənclər real əmək bazarı ilə gənclərin gözləntiləri çox güman ki, çox vaxt üst-üstə düşmür. Bu da yəqin ki, belədir ki, gənclərin karyera artımı, maaş gözləntiləri və işə götürənlərin isə təcrübə və məsuliyyətlilik gözləntiləri var və biraz burada fərq yaranır. Bəlkə bu gözlənti hissəsini elə bizim üçün daha açıqlayıcı bir formaya gətirəsiniz. Əslində gözləntilər necədir, amma necə olmalıdır? Müqayisə edək. Gənclərin gözləntilərindən yəqin ki, gedir söhbət. Yəqin ki, gənclərin gözləntilərindən universitetə hazırlaşırlar, universitet qurtarandan sonra diplomları ilə artıq rahatlıqla iş tapa biləcəklərini gözləyirlər. Amma bir qədər qloballaşan dünyada artıq şərtlər fərqlənir. Belə ki, işə götürən də universiteti qurtarmaq əlbəttə seçilən belə deyək də istiqamət, aldığı təhsil çox önəmlidir insanın gələcək karyerası üçün, amma bu həm də yetərli deyil. Peşəkar iş həyatına atılmaq üçün mütləq ki, bir təcrübə olmalıdır. Burada bayaq qeyd elədiyim kimi təcrübə proqramları, könüllülük fəaliyyətləri və bunlar hamısı çox ciddi CV-ni bəzəyən və CV-də diqqət çəkən, işə götürən tərəfindən müsbət qarşılanan tərəflərdəndir. Doğrudan Şəms, diplomunuz sizə ilk işinizi tapmağınızda nə qədər kömək etdi? Heç rolu var idi? Əslində belə deyim, tələblərdən biri olan ali təhsil pilləsinə ancaq kömək göstərdi. Düşünürəm ki, xanımın da dediyi kimi, universitet çox şey demək deyil, düzdür, təhsil almaq üçün vacibdir, təhsilli olmaq üçün vacibdir, amma universitetlə bərabər könüllülük təcrübələri, təcrübə proqramlarına da müraciət etmək lazımdır. Təəssüf ki, mən buna biraz gec qərar verdim. Yəni insan resursları sahəsinə gec başladım və bu sahədə başlayanda ilk dəfə kurslara yönəlməyi seçmişdim. Hansı ki, bu kurslara məsələn İnsan Resursları Akademiyası kursu qarşıma çıxmışdı ki, Elcan bəy, Elcan Quluyev məni yönləndirdi ki, yəni bu kurslara davam elə, daha sonra təcrübə proqramlarına qoşul. Amma düşünürəm ki, təcrübə proqramları da sanki bizə çox az şey qatır. Onunla bərabər digər təcrübə proqramlarına da daha da, yəni ki, belə deyim, aktiv olmaq lazımdır, qatılmaq lazımdır. Nə mənada sizə az şey qatır? Yəni söhbət öyrəndiyiniz bilik və bacarıqlardan gedir yoxsa? Xeyr, bilik və bacarıqlar olduqca çoxdur. Lakin onları biz nəzəri olaraq öyrənirik. Praktiki olaraq isə tətbiq elədiyimiz yerlər çox az olur. Bu da təbii ki, təcrübə proqramları sayəsində olur. Gəlin siz bu cavabınızı ümumiləşdirək. Mən düz başa düşdüm ki, siz demək istəyirsiniz ki, əslində ali təhsilimizin bizim hansı ixtisasda olması o qədər də vacib deyil. Sadəcə göstərici olaraq ali təhsil almağımız lazımdır hansısa bir işə başlayanda.
Və sonradan biz müəyyən kurslar və sair növbəti ixtisası öyrənə bilərik. Siz belə demək istəyirsiniz yoxsa? Xeyr, təəssüf ki, tam olaraq belə demirəm. Yəni dediyim o idi ki, ali təhsil bizim üçün önəmlidir, lakin seçdiyimiz, daha sonra seçəcəyimiz sahə üçün də çox vacibdir. Məsələn, insan resursları sahəsini seçəcəksə, təbii ki, iqtisadiyyat, psixologiya kimi, yəni belə deyim, təhsillər daha çox önəm daşıyır. Yəni ki, belə deyim, o tələbələrə daha çox üstünlük verilir. Lakin mənim ixtisasım tam olaraq fərqli sahədə olduğu üçün digər tələbələrə baxdıqda mənə geri dönüşlər çox az olunur. Aha. Necədir Nərminə xanım vəziyyət? Məsələn, siz bir HR kimi, bir işə götürən kimi ali təhsilin hansı ixtisas üzrə olmasına nə qədər önəm verirsiniz? Burada baxır hansı iş üçün hansı namizəd axtarılır. Əgər maliyyəçi axtarılırsa, orada psixologiyanı qutaran, humanitar yönlü, yəqin ki, təcrübəçi olsa belə hətta uğurlu olmayacaq həmin hissədə və həmin əməkdaşı seçmək, həmin əməkdaşı əmək bazarına qazandırmamaq deməkdir. Çünki belə deyək də, təhsil doldurmalıdır bu adamın çalışdığı işin altını mütləq ki və bunların arasında bir qarşılıq olmalıdır. Amma insan resursları bir qədər daha çox üstünlük verilir iqtisadiyyat və psixologiya qutaranlara. Amma əgər əməkdaş üzərində çalışıbsa, fizikanı qutarıb, amma üzərində çox çalışıb, insan resurslarından kurslara gedib, könüllülük proqramlarına qoşulub, təcrübəçi iştirak eləyibsə, qiymətləndirilə bilər. Amma yenə deyirəm, burada bütün sahələrdə bu keçərli deyil də. Məsələn, keyfiyyətə nəzarət mütəxəssisi axtarırıqsa, burada mütləq ki, keyfiyyət nəzarəti üzrə bir ali təhsil bilikləri olmalıdır. Çünki bəzi hissələr var ki, onlara baza biliklər məhz universitet vaxtı öyrədilir. Aha. Gəlin elə ondan danışaq ki, siz necə başa düşürsüz ki, bu şəxsin sonradan həmin o öyrəndiyi, kurslara getdiyi, təcrübə proqramlarına getdiyi məlumatlar doğrudan da onun bilik və bacarıqlarının artmasında kömək olub. Çünki adam gedib, amma məlumatlı olmaya bilər. Bu mənada gəlin müsahibə prosesindən danışaq. Müsahibə prosesində insanlara necə fikir verirsiniz və yaxşı necə seçirsiniz? Yaş kateqoriyası, indiyə kimi aldığı bütün biliklər və orada nələr, nə qədər effektiv olub onun keçdiyi təcrübə proqramlar, orada bəzən rol кейslər verilir çox qısa bir formada. Təbii ki, əgər təcrübəçini işə götürməsi, sıfırdan işə götürülməsi nəzərdə tutulursa, burada daha yüngül, daha belə deyək də, baza biliklər yoxlanılır. Aha, yaş kateqoriyası nə vacibdir? Yaş kateqoriyası nə vacibdir? Bəzən bu vacibdir, bəzən də vacib deyil. Əsas insanın, ümumiyyətlə, məncə bütün sahələrdə bu belədir. Davamlılıq insan həyatına çox böyük rol oynayır. Niyə qeyd olunur yəni bizim işə götürmə elanlarında yaş aralığı? Əgər təcrübəçi axtarılırsa, yaş aralığı yeni universitet qurtarmış tələbələrə əsasən yer verilir. Amma bəzən olur ki, kimsə çox istəklidir və sadəcə o karyerasını dəyişmək istəyir. Bəzən həmin namizədlər də digər universitet yeni qurtarmışlar arasından seçilib, onlar da götürülə bilər. Aha. Şəms, siz yəqin ki, müsahibələrdə iştirak etmisiniz, müxtəlif işlərə qəbul olmaq üçün. Necə keçib müsahibə təcrübəniz? Ən çox hansı hissədə çox çətinlik çəkirdiniz? Aha, bəli, bir çox müsahibələrdə iştirak eləmişəm. Təxmini 6-7 müsahibədə iştirak eləmişəm. Belə deyərdim, əslində çox yaxşı keçən müsahibələrim də olub, hətta qəbul aldığım digər mərhələyə keçdiklərim də olub, lakin hələ də təcrübəmin çox az olması məni çox arxaya atıb. Bəzən məndən daha təcrübəli şəxslər seçilib, bəzən isə iş yükünün çox ağır olduğunu görüb özüm vazgeçmişəm. Çox yaxşı HR-larımız var, lakin onlarla bərabər həmçinin bəzən zəif və yaxud da ki, qarşıdakı namizədi namizəd olaraq yox da biraz daha aşağı səviyyədə görən HR-larla da rastlaşmışam, təəssüflər olsun ki. Amma yenə də bu sahəyə olan fikrim heç vaxt dəyişməyib, yaxşı HR-ların olduğunu daim düşünmüşəm. Aha, Nərminə xanım, nədən qaynaqlanır bu yuxarıdan aşağı baxmaqlar? Sizin təcrübənizdə belə hallar olubmu? Ümid edirik ki, olmayıb. İnsan faktoru olan hər yanda mən bütün hamının adından belə deyək də, idealdır deyə danışa bilmərəm. Yəqin ki, insan faktoru varsa, mütləq ki, var elə HR həmkarlarda eyni şey təcrübəçilərdə də olur. Bəzən gəlirlər təcrübəçilər çox həvəsli olurlar öyrənməyə. Bəzən də sadəcə olaraq birbaşa ana proseslərə atılmaq istəyirlər. Yəni məncə bu insan faktorudur. İstənilən sahədə bu cür halların baş verməsi normaldır. Aha. Gəlin qayıdaq Şəmsin bayaqki fikrinə, xatirimdə qaldı. Siz dediniz ki, iş yükü ağır olduğu üçün həmin işdən imtina etdiniz. Belə olan hallarda sizi nə motivasiya edə bilər? Bəlkə məbləğ biraz artırılsaydı siz dözərdiniz həmin iş yerinə, yoxsa
Əslində belə deyim, məbləği çox olan iş olmayıb, lakin mən ona da razılaşmışam. Mən daxili motivasiyaya da önəm verirəm. Yəni ki, şirkət daxilindəki əməkdaşların bir-birinə olan reaksiyaları və yaxud da ki, şirkət daxilində belə deyək, əməkdaşa verilə biləcək bonuslar. Bonuslar deyəndə burada əslində tək puldan söhbət getmir. Məsələn, hibrid rejimdə işləyə bilməsi və yaxud da ki, bəzən icazələrin müəyyən qədər, təbii ki, çox yox, icazələrin mümkün olması, bunları nəzərdə tuturam. Lakin düşünürəm ki, mən təcrübəçiyəm, yeni başlayacağam. Bu sahədə yeniyəm, ixtisasım bu deyil və məbləğə o qədər də önəm verməməyə çalışıram. Düzdür, yaşam üçün təbii ki, önəmlidir. Amma yeni başlayacağamsa minimumdan başlamağı düşünürəm. Daha sonra isə zaten əgər uğurlu bir namizəd olacağamsa, bu artım olacaq. Aha. Gəlin Şəmsin həmin bu ağır iş yükü ifadəsindən yola çıxıb belə bir suala cavab tapaq. İş elanlarında gərgin iş mühitində işlənməyə malik olmaq kimi bir göstərici olur. O nə deməkdir? Bu problemli hallarda qərar verə bilmə. Yəni böhran vəziyyətindən çıxmaqdan bəli, söhbət gedir. qərar verə bilmə anı. Yəni yəqin burada bilmirəm nəyi nəzərdə tutur yazılara bəzi belə deyək də işə götürənlər, amma bu daha çox ilk iş yeri insanın həm tək karyerası üçün yox, həm də şəxsi inkişafı üçün çox önəmlidir. Bəzən ilk iş yeri uğurlu seçim olmaya bilər, amma bu sənin növbəti karyera inkişafı hansı istiqamətdə apara biləcəyini belə deyək, təxmin etmək üçün bir yol xəritəsi ola bilər. Ona görə yəqin ki, bu ağır iş şəraitində işləyə bilmə nəzərdə tutulur ki, daha çox böhran vəziyyətlərdə qərar qəbul etmə, rəhbər olmayanda ilk iş yeri həm də böyük bir məsuliyyətdir. İlk dəfə qərar vermə şansı verilir işçiyə. Müxtəlif кейslər olur və universitet qurtarmış belə deyə də yoldaşlar ilk iş yeri onlar üçün çox önəmlidir. Aha. Şəmsin timsalında elə Şəmsin özünə də ilk işini axtaran, ilk işinə başlamaq istəyən gənclərə xüsusilə müsahibə prosesi üçün hansı məsləhətləri verərdiniz? İlk işinə başlayan insanlara mütləq şəkildə Şəms və digərlərinin, bütün gənclərə məsləhətim ondan ibarət olar ki, birinci ilk iş elanlarına başvurmamızdan əvvəl mütləq ki, backgroundlarını doldursunlar, müxtəlif təcrübə proqramlarında, könüllü fəaliyyətlərində iştirak eləsinlər və bəzən ilk iş deyəndə əməkdaşlar bunu başa düşməlidirlər ki, ilk iş hər dəfə uğurlu olmaya bilər. Bu sadəcə olaraq bir addımdır, sənin başlamağın üçün tramplindir və insan ola bilər ki, düşünsün ki, bu satışda çox uğurlu olacaq, amma satışda hər hansı bir işə başlayıb görə bilir ki, yox da əslən qalsa onun xarakterinə uyğun satış deyil, heç o satış adamı deyil. Ona görə ilk işdə birinci nə olmazdan asılı olmayaraq məncə demotivasiya olmasınlar. Mütləq ki, davamlılıq olsun. Müsahibə haqqında da internet resursları çox genişdir. Burada özləri də araşdıra bilərlər. Yəni əlçatan artıq çox yaxşıdır ki, hər şey barmaqlarımızın arasındadır. Bir tıkla istənilən müsahibə metodları haqqında məlumat ala bilərik. Burada HR mənə nə demək istəyirdi, məndən gözlənilən cavab nədir və mütləq şəkildə çoxlu müsahibələrdə iştirak eləsinlər. Məncə insanı ən yaxşı yetişdirən şey həm də müsahibədir. Müxtəlif HR-lar və onların müxtəlif yanaşmalarında insan özünü tapır və yenə deyirəm, müsahibədən çıxdıqdan sonra əslində qısa HR məndən nə istəyirdi, mən burada verdiyim cavab nə idi, amma məndən gözlənti nə idi, bunu araşdırsalar məncə mütləq ki, uğurlu olacaqlar. Birinci müsahibədən olmasa da, bilmirəm neçəncisi də mütləq ki, olacaqlar. Bu işdə davamlılıq çox önəmlidir və mütləq ki, həvəs olmalıdır. Aha. Şəms, bəlkə siz də öz təcrübənizə dayanaraq HR-lara biraz da olsa nəsə məsləhət verəsiniz? Əslində təcrübəmə dayanaraq məsləhət vermək deyil, daha çox gördüklərimdən, yəni ki, müsahibələrdə olduğum qədər bildirmək istəyirəm ki, bəzən HR-lar həm belə deyək, qadın HR-lar, həm də ki, kişi HR-larla görüşüm olub müsahibələrdə, amma daha çox qadın HR-larda emosional qərarların verildiyini şahid olmuşam. Düzdür, hər birinə şamil eləmirəm. 99% yox, 1%-də az da olsa rast gəlmişəm. İstərdim ki, həm təcrübələrinə, həm nə qədər həvəsli olduğuna da baxılsın namizədlərin. Bəzən o qədər həvəsli namizədlər olur ki, mən məsələn 2 aylıq təcrübə müddətində təcrübəçilərdən müsahibələrin alınmasında iştirak etmişəm. Çox həvəsli olurlar, lakin digərlərinin təcrübəsi və yaxud da ki, bilikləri onlardan daha üstün olduğu üçün onlar deyil də biliyinə önəm verilib digərləri seçilir. Çox istərdim ki, biraz insanın belə deyək, həvəsinə də baxılsın. Aha, doğrudan mən razıyam sizlə. Bəlkə də ən vacib olan əslində bizim kifayət qədər həvəsli olmağımızdır, amma gəlin çalışaq ki, bu həvəsimiz sonradan ölməsin və onu ilk
iş prosesinə öz bacarıqlarımızla birlikdə adaptasiya etməyə bacaraq. Hər birinizə təşəkkür edirəm maraqlı söhbət üçün. Çox sağ olun. Siz sağ olun. Yəqin ki, çox yüksək göstəriciləri olub, çox aşağı maaşı olan bəzi iş elanları sizin də qarşınıza çıxıb. Bütün gənclərin də ən böyük problemlərindən biridir. Növbəti sujetimizdə də həmin bu iş elanları haqqında danışacağıq. Eyni zamanda ilk iş təcrübəmizi necə tapa bilərik? Bunun üçün də sizə kömək etməyə çalışırıq. Bu gün ilk iş təcrübəsi dilemmasından danışırıq. Bu elə bir labirintdir ki, ilk baxışdan qarışıq görünsə də, düzgün strategiya ilə doğru keçid qapısını tapmaq mümkündür. Hazırda həm ölkəmizdə, həm də xaricdə yüzlərlə təcrübə proqramı aktivdir, amma gənclərin çoxu ya onlardan xəbərsizdir, ya da inanmırlar ki, bu fürsətlər həqiqətən nə isə dəyişə bilər. Gəlin bu fürsətlərin bir neçəsini birlikdə dəyərləndirək. Isaac proqramı gənclərə dünyanın müxtəlif ölkələrində işləyib liderlik və mədəni adaptasiya bacarığını qazanmaq imkanı yaradır. Erasmus Plus isə Avropanın ən geniş miqyaslı təcrübə və təhsil proqramıdır. Gənclərə həm oxumaq, həm də xaricdə işləyərək beynəlxalq əlaqələr qurmaq şansı verir. Ötən il ölkəmizdə səs salan COP29 kimi beynəlxalq tədbirlərdə könüllülük və təşkilati təcrübə proqramları iştirakçılara ekoloji və diplomatik prosesləri yaxından izləmək imkanı tanıdır. Hər il Formula 1 Azərbaycan Qran Prisi zamanı keçirilən təcrübə proqramları isə gənclərə böyük idman tədbirlərinin kulisində işləmə, media və menecment bacarıqlarını inkişaf elətdirmə fürsəti verir. Bütün bunlarla yanaşı absurd iş elanları ilə də tez-tez rastlaşırıq. İşə götürülənlər bir nəfərdən bir neçə işçinin vəzifəsini yerinə yetirməyi istəyirlər, bəzilərinin isə tələbləri bitib tükənməyi bilməsə də təqdim elədiyi əmək haqqı işçinin gördüyü işin qarşılığını ödəmir. Gənclərin bu labirintdən çıxış yollarını tapması istiqamətində söhbət elədiyimiz karyera mentoru illərdir həm ölkəmizdəki, həm də xaricdəki gənclərlə işləyir. Azərbaycanda gənclər daha çox motivasiyasızlıqdan yoxsa fürsət çatışmazlığından əziyyət çəkirlər? Azərbaycandakı gənclərlə çox tez-tez çalışıram və onların düşüncələrinə istinadən qeyd edə bilərəm ki, daha çox fürsət çatışmazlığından əziyyət çəkirlər. Yəni həqiqətən də oxumağa, öyrənməyə, yeni biliklər əldə etməyə çox maraqlıdırlar. Amma bu biliklərini təcrübədə, praktikada həyata keçirdəcək hər hansı bir işi əldə etməkdə çox böyük çətinlik çəkirlər və bunun ən başlıca səbəbi iş yerlərinin təcrübə istəməyidir. Amma təcrübəni də əldə etmək üçün hardasa çalışmağa başlamaq lazımdır, işləməyə başlamaq lazımdır. Həyatımız boyu elədiyimiz səhvləri təcrübədir deyib keçə bilərik, amma iş zamanı, xüsusilə də ilk iş təcrübəsində edilən səhvlər reputasiya riski hesab olunurmu? Mən burada məsələyə bir balaca fərqli yanaşıram. Yeni işə başladığımız zaman peşəkar rəhbərimizin olmağı həqiqətən də çox önəmlidir. Çünki əlbəttə ki, biz yanlışlar, səhvlər edəcəyik və bu qaçınılmazdır, çünki praktiki təcrübəmiz yoxdur. Amma professional lider, rəhbər işə başladığımız gündən etibarən bizə yanlış etdiyimiz zaman riski minimal olan işlər verəcəksə və biz bunlar üzərindən öyrənəcəksə və bizə izah edəcəksə ki, sən yanlış etsən, problem yoxdur, əsas onu gəl mənə söylə, bunu vaxtında həll edək. Bu halda inanın mənə, yeni işə başlayan şəxs həqiqətən də bir, yanlışları daha az etməyə başlayır. 2, yanlış etdiyi zaman ört-basdır etmədən dürüst bir şəkildə rəhbərinə, liderinə gedir çatdırır məsələni. Amma indiki halda biz nə görürük? Bir çox insanlar öz rəhbərlərindən qorxduğu üçün yanlış etdiyi zaman gizlədirlər. Və əlbəttə ki, bunun üstü açılan zaman yalan danışmış bir effekti yaranır və bu halda reputasiyalarına böyük bir xəsarət olaraq geri dönüş edir. Xaricdə təcrübə proqramları gənclərin karyera planlamasında necə bir rol oynayır? Azərbaycanda bu sistem hansı baxımdan fərqlənir? Ümumiyyətlə, xarici ölkələrdə təcrübə proqramları məhz universitetdə oxuyanlar üçün yaradılıb. Yəni, sən universitetdə oxuyursan və günün yarısını işdə keçirib iş mühiti haqqında məlumat əldə edə bilərsən. Beləliklə, məzun olduğun zaman daha rahat bir şəkildə iş tapa bilərsən. Amma təəssüf ki, Azərbaycanda belə deyil. Bir çox hallarda gəncləri sadəcə olaraq ödənişsiz bir şəkildə işlətməyə fokus olurlar və bir balaca sui-istifadəyə
gətirib çıxarır. Gənclər də əlbəttə ki, təcrübə əldə etmək üçün ödənişsiz şəkildə və yaxud çox cüzi məbləğlərdə universitetləri bitirdikləri halda 40 saat həftədə həmin o təcrübə proqramlarında işləməyə başlayırlar. Əsas fərqi mən bunda görürəm. Yəni xaricdə məqsəd həqiqətən də bir gənci professional bir atmosfera üçün yetişdirməkdir. Azərbaycanda çox təəssüf ki, bir çox yerlər bunu sadəcə olaraq ucuz işçi qüvvəsi kimi görür və istifadə edir. CV və motivasiya məktubunun rəqibindən yaxşı mənada fərqlənməsi üçün daha vacib olan nədir? Bir çox CV və motivasiya məktubları təəssüf ki, bir-birinə çox oxşamağa başlayır. Yəni AI-ın olduğu bir dövrdə əlbəttə ki, AI-dan istifadə edə bilərsiniz CV və yaxud motivasiya məktubu hazırladığınız zaman. Amma unutmayın ki, bu halda bütün bu CV-lər və motivasiya məktubları bir-birlərinə oxşamağa başlayır. Çünki demək olar ki, hamıya eyni tip məlumatlar yazır. Məsəl üçün bir CV-də komanda ilə işləyə bilmə bacarığı, stres altında işləmə bacarığı görəndə artıq düşünürsən ki, okey, bu CV-də də bu var, digər 100 CV-də də bu var idi. Siz oturub fikirləşməlisiniz. Məni digərlərindən fərqləndirən nədir? Hansı bilik və bacarıqlarımı CV-mdə ön plana çıxartmalıyam? Yəni CV yazmağa başdan sovdu deyil də bir balaca zaman sərf edərək yazmaq və yanaşmaq lazımdır. Gənclərin çoxu daha yaxşı fürsət axtararkən karyerasındakı dönüm nöqtəsini qaçıra bilirlər. Bu hardan başlamalıyam sualına nə cavab vermək olar? Burada gənclərə praktiki bir tövsiyəm ola bilər. Özünüzün ən güclü tərəflərini və inkişaf etdirməkdən həzz aldığınız tərəflərini bir vərəqdə yazın. Digər tərəfdə isə görməyi heç sevmədiyiniz, ümumiyyətlə xoşlamadığınız hər hansı bir fəaliyyətləri qeyd edin və keçmək istədiyiniz, yeni başlamaq istədiyiniz sahəni ən başda yuxarıda qeyd edin. Beləliklə baxın, keçid etmək istədiyiniz sahə, sizin sevdiyiniz, gördüyünüz zaman sizə enerji verən fəaliyyətlər sırasındadırsa və bilik bacarıqlarınız sırasındadırsa, deməli bu sahə sizə həqiqətən də uyğun ola bilər. Yox, əgər sıralamada daha çox sevmədiyiniz, sizdən enerjini alan, bilik bacarıqlarınızı bu sahədə inkişaf etdirmək istəmədiyiniz məqamlardadırsa, deməli bu sahəyə keçid etmək o qədər də yaxşı deyil və araşdırma etməlisiniz ki, görəsən mənim o göy sahə deyək, inkişaf etdirdiyim və sevdiyim bilik və bacarıqlarımı hansı peşədə həyata keçirə bilərəm. Belə düşünərək başlanğıc nöqtənizi tapa bilərsiniz. Müsahibim qeyd eləyir ki, Azərbaycanda gənclərin əsas problemi imkan çatışmazlığıdır. Onlar oxumağa, öyrənməyə çox maraqlıdırlar, amma iş yerlərinin təcrübə tələb eləməsi onların yolunu kəsir. Təəssüf ki, bəzi təcrübə proqramları gənci yetişdirmək əvəzinə onu ödənişsiz işçi kimi görür. İlk təcrübədə kimsə öz yolunu tapır, kimsə hələ də axtarır, amma əsas odur ki, axtarış davam eləyir. Çünki ilk addım heç vaxt son addım deyil. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!